Xatirə İslam yeni mahnısı Bəyəfəndini təqdim edib. Bölgə TV xəbər verir ki, ifaçı mahnını sosial şəbəkələrdə paylaşdığı video ilə elan edib. Lakin ifadan çox seçdiyi geyim tərzi və çanta müzakirə mövzusu olub. Çəkiliş gecə açıq havada baş tutub. Müğənni qəhvəyi tonlarda kombini, uzun dəri çəkmə, əlcək və panço ilə çəkiliş edib. Ən çox diqqət çəkən it şəklində olan dəri çanta olub. Görüntülər yayıldıqdan sonra sosial şəbəkələrdə müxtəlif rəylər yazılıb. Bəziləri müğənninin stilini cəsarətli və kreativ adlandırsa da, digərləri çantanı artıq diqqət çəkən aksesuar kimi dəyərləndirib. Rəna Rövşənqızı, BTV. Adım adım yanıma gelir, səbrim bitti, tükendi. Deyəsən aşık olup dur mənə bizim bəyəfəndi. Adım adım yanıma gelir, səbrim bitti, tükendi. Deyəsən aşık olup dur mənə bizim bəyəfəndi. Adım adım yanıma gelir, səbrim bitti, tükendi. Deyəsən aşık olup